Vaxtınız xeyir. Başlayırıq çoxluqların izahından. Deməli, burada bəzi şərti işarələrimiz var. Gəlin birinci sizə o şərti işarələri göstərək, sonra oradakı tapşırıqlara gedək. Deməli, baxın, bu işarə bizdə olacaq birləşmə. Yadımızda qalsın, bu birləşmə işarəsidir. Onun tərsinəsi bizdə olacaq kəsişmə. Yan olanı olacaq bizdə altı çoxluq. Sonra bu işarə bizdə boş çoxluq deməkdir. Boş çoxluq deməkdir. Baxın, bu işarə bizdə daxildir işarəsi, yəni aiddir işarəsi deməkdir. Bu həmən işarə üstünə xəttə olsa, bu da daxil deyil işarəsi deməkdir. Deməli, ən əsas biz əvvəla bu şərti işarələr bilməliyik ki, sonra misallarda çətinlik çəkməyək. Bir də fərq işarəsi var. Baxın, bu işarə də bizdə fərq işarəsidir. Aha. İndi bunlara aid bəzi nümunə demək lazımdır ki, bəs bunlar nə zaman istifadə olunur? Məsəl üçün, siz iki çoxluğu bir yerdə, hamısının bütün elementlərini bir yerə yığırsınızsa, deməli onları birləşdirirsiniz. Bu zaman birləşmə soruşulur. Yox, əgər iki çoxluğun hər ikisinin içərisində olan elementləri deyirsinizsə, bu onların kəsişməsi deməkdir, kəsişmə seçiləcəkdir. Deməli, alt çoxluq nə deməkdir? Əgər bir çoxluğun elementləri digər çoxluğun da içərisində varsa, bu alt çoxluq deməkdir. Boş çoxluq elementi olmayan çoxluqdur, bu aydın məsələdir. Bir də fərq var. Məsəl üçün, sizə tutalım belə yazıb da, belə başa sala bilərəm. A, fərq B. Yəni, A-dan B-yi çıx deməkdir. Bu fərq çıxmaqdır. Yəni, A-da olsun, B-də olmasın. Aydındır. Və yaxud da belə yazıb. B, fərq A. Yəni, B-də olsun, A-da olmasın. Fərq bu deməkdir da, aydındır. İndi sual tiplərindən gedək. Məsəl üçün, birinci sualdan başlayıram. Bu da asan bir sualdır, yəni elə çətin bir şey yoxdur burada. Deməli, baxırsınız, bizdə bax bu B çoxluğu bütöv bu dairə deməkdir. A çoxluğu isə bütöv bu kvadrat deməkdir. İndi fikir verirsinizsə, baxın, bu ortadakı var ya, qara ilə qırmızı ikisini bir rənglədiyim. Bu hissə hər ikisində var. Baxın, indi rəngləyirəm ayrıca. Baxın, bu hissə həm B çoxluğunun içində var, həm də A çoxluğunun içində var. Yəni, bu onların kəsişməsi deməkdir. Ümumiyyətlə, A çoxluğu şitriklənməyib, yəni A çoxluğundan söhbət getmir. Deməli, biz burada nə yazmalıyıq? Şitriklənən yalnızca nəyə aiddir? B çoxluğuna aiddir da. Çünki B çoxluğu dairədir və şitriklənən dairədir. Deməli, burada söhbət B çoxluğundan gedir. Amma baxın, ortadakı hissə rənglənməyib. Yəni, A-ya aid olan hissə rənglənməyib. O zaman siz buna deyirsiniz ki, bu B-nin A ilə fərqidir. Yəni, B çoxluğundan A çoxluğu nəticədə çıxılıbdır. Təşkil edəcəm, şitriklənmiş hissə bizdə B çoxluğudur. Amma A-ya aid olan hissə rənglənməyib. Yəni, belə deyə bilərəm ki, ikisinin kəsişmə hissəsi rənglənməyib də. Yəni, A çoxluğunu oradan çıxıblar. Aydındır. O zaman bu B-nin A ilə fərqi deməkdir. Yəni, cavab olar C variantı. İndi ondan sonrakında eyni məntiqə baxacağım. Görürsünüz, bax, bu ortadakı hissə həm A çoxluğuna aiddir, həm də B-nin içində var da. Buranı rənglənməyiblər. O zaman rənglənən hissə yalnız B-yə aiddir. Söhbət B çoxluğundan gedir. B çoxluğundan A çoxluğunu çıxıblar nəticədə. Bütöv, bax, bura A çoxluğu deməkdir. B çoxluğundan, bax, bu bütöv A çoxluğu çıxılıbdır nəticədə. Bu da bizə verir Y variantı. B-nin A ilə fərqi deməkdir. Sonra gəldik üçüncü suala. Baxın, yenə bizdən nə soruşur? A-nın B ilə fərqini soruşur. Yəni, A-nın B ilə fərqi o deməkdir ki, A-da olsun, B-də olmasın. İndi baxırsınız da, hansılar A-da var, B-də yoxdur. A-da, məsəl üçün, 7 var. Həmən o 7 B-də yoxdur, məsəl üçün. Bir də A-da 3 var. 3 də A-da var, B-də yoxdur. Onda A-da olsun, B-də olmasın, 3 ilə 7 olacaq. Dördüncü sualda eyni məntiqlə M-da olsun, M-da olmasın. İndi baxırsınız, hansılar N-ın içində var, M-ın içində yoxdur. Baxıram, məsəl üçün 7. N-da var, M-da yoxdur. 9. N-da var, M-da yoxdur. 11, 13. 7, 9, 11, 13. Bunlar N-ın içərisində var, amma M-ın içərisində yoxdur. O zaman belə olacaq. 5-ci sualda bizdən soruşur buna bərabər çoxluq. Bərabər çoxluq bütün elementləri eyni olan çoxluq deməkdir. Yəni, elə bir variant seçməlisiniz ki, buradakı elementlərlə eyni olsun. Hər şey eyni olmalıdır. Bu da bizdə A variantıdır. Baxın, 65 var, 70 var, 75 var, 80 var və s. Hamısı bu çoxluğa bərabərdir da. Bütün elementlər eynidir. 6-cıda 24, 48, 70 olan variantı axtaracağım. O da bizdə
D variantıdır. Yerləri dəyişik ola bilər bu arada. Sadəcə elementlərin hamısı eyni olmaq məcburiyyətindədir. Sonra 7-ci suala baxıram. Çoxluqların elementlərindən neçəsi 15-ə bölünür? Sırayla 15-ə bölünənləri seçək. 15-in özü. 15-15 artırıram da 30. Bir də 45. Neçə dənəsi nəticədə bölünür? 3 dənəsi. Digərində də 9-a bölünənləri axtarıram. 9 artıracağım. 9-un özü 18, 27, bir də 36. 4 dənəsi 9-a bölünür. 9 artırmaq lazımdır. Gəldik 9-cu suala. 25-dən kiçik olsun və 3-ə qalıqsız bölünən ədədləri axtarıram. 25-dən kiçik olmalıdırsa, baxın, Y variantı 27-də qutarır. Y variantını götürə bilmərəm, D-yi götürə bilmərəm, 27-də qutarır. 25-dən kiçik olmalıdır. Qaldı 3-ə bölünənlər. A variantında 16 3-ə bölünmür. A variantını elədim, getdi. Digər variantlardan əlimizdə 2 variant qalır. Həmən variantlardan da axı bizə deyir 25-dən kiçik olsun və 3-ə qalıqsız bölünsün. Burada baxaq bircə dəqiqə. Deməli 3-ə qalıqsız bölünən C variantında 15, 18, 21, 24. Bunların hamısı 3-ə qalıqsız bölünən ədədlərdir. Bir də baxın, sizə şərt qoy, baxın 14-dən də böyük olmalıdır. B variantında 14-dən böyük, axı 12 14-dən böyük deyil. B variantında əliyirəm, yerdə bizdə qaldı C variantı. 15, 18, 21, 24-ü götürmək olar. Bunlar belə. Sonra məsəl üçün 11-ci sualda M ilə N-in birləşməsi. Bunları birləşdirirsənsə, bütün elementləri bir yerdə yazmalısan, amma eyni olanları bir dəfə yazmalısan. Onda sırayla yazıram. 6-nı, 7-ni, 8-i, 9-u, bunların hamısını yazdım. Bir də əlavə 12-ni yazacağım. Birləşdirəndə hamısını bir yerə yığırsınız, amma eyni olanları bir dəfə yazmaq lazımdır. Bu da bizdə A variantı olar da yəqin ki. Altdakı da eyni qaydada gəldik 13-cü sual tipinə. Burada nə etmək lazımdır? Bizə deyir ki, aralıqlarının kəsişməsini tapın. Mən belə sualları ədəd oxu ilə həll edirəm. Çalışaq, sizə də elə öyrədək ki, rahat olsun. İndi baxın, bizdə 2, 15 var, bir də -1, 14 aralığı var. -1 deyək ki, haradasa buralardadır. Sonra mənə verdiyi ədədləri əvvəlcə sırayla düzəcəm, sonra göstərəcəm. Baxın, 2 var, 2 deyək ki, bax buralardadır. Sonra 14 var orada, 14 deyək ki, buralardadır, 15 də 14-ün yanındadır. İndi gəlin, rəhliyək, rahat seçək. Deməli, 2-dən 15-ə qədər rəhliyəcəm, xəttləyəcəm. Yəni, 2-dən 15-ə qədər mənim bir dənə aralığımdır. Bax, 2-dən 15-ə qədər. Və 2-nin dairəsinin içini dolu eləyirəm ki, yəni 2 mənim cavabıma aiddir. Amma 15-in dairəsinin içini boş eləməlisən ki, 15 sənin cavaba aid deyil. Gəldik digərinə. -1-dən 14-ə qədər rəhləmək lazımdır. Onu da başqa rəhlə göstərək. -1-in dairəsini boş eləməlisən ki, -1 sənin cavaba aiddir. Demişəm ki, cavaba aid olanda bax belə qoyulur parsada. Yumru mötərizə o demək ki, o sənin cavabın deyil. Amma 14 cavabıma aiddir deyə 14-ün dairəsini dolu eləmək lazımdır. İndi -1-dən 14-ə qədər də xəttləyirəm. Baxırsınız, -1-dən 14-ə qədər xəttləməliyəm ki, o da mənim cavabımdır. Kəsişmə deyil, kəsişmə nə deməkdir? İkisində də eyni olan, ikisində də eyni olan harda 2 yeri xəttləmişəm. 2 dənə yeri xəttlədiyimi gördünüz, həm qırmızı xəttləmişəm burada, həm də göyü. Bax, bura mənim kəsişməmdir, ikisində xəttlədiyim yer. Deməli, mənim cavabım olacaq parçanın ucları 2-dən, bu parçanın ucu neçədir? 14 və hər ikisinin dairəsində oldu deyə hər ikisi sizin cavabınızdır. 2, 14 parçası cavab olacaq B variantı. Kəsişmə ikisində xəttlədiyiniz hissə deməkdir. Belə. Sonra, eyni qaydada 15-də eyni qaydada olacaq. Gəldik 16-ya. Birinci neyinə? A ilə B-ni birləşdir. Yəni, A ilə B-nin bütün elementlərini bir yerə yazmalısan. Birləşdirəndə bütün elementləri bir yerə yazsan. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bax, bütün elementləri bir yerə yazdım. Bu qutardır. İndi bizə deyir, bu A ilə B-nin birləşməsidir da bu arada. Bizə deyir, bunu bir də kəsişdirəcəm C ilə. İndi C ilə də kəsişdirəndə gəlin eyni olanları seçək. Elə burada deyim baxaq. Deməli, baxın, burada 2 var, burada da 2 var. O zaman kəsişmənin içində 2 var. Sonra 3 var, 3 var. Sonra bax, burada 5 var, burada da 5 var. Kəsişmənin içində 5 də var. 6 da var və salam. 2, 3, 5, 6. Bu da bizdə C variantdır. Kəsişmə deyirsə, hər ikisində eyni olanı seçmək lazımdır və salam. C variantı.